Həzm canlılar tərəfindən alınan qidaların, bu canlıların hüceyrələri tərəfindən istifadə edilə bilən kiçik hissələrə parçalanması və sorulmasıdır. Həzm kanalı ağız boşluğu ilə başlayır. Qida ağız boşluğunda mexaniki və kimyəvi dəyişikliklərə məruz qalaraq əvvəlcə udulağa, sonra isə qida borusuna ötürülür. Qida borusunda qida heç bir dəyişikliyə məruz qalmır və sürüşüb mədəyə düşür. Həzmə həmçinin həzm kanalından kənarda yerləşən iri həzm vəzləri də aiddir. Bunlara qaraciyər, mədə-altı vəzi və ağız suyu vəzləri daxildir. Mədə həzm kanalının genişlənmiş hissəsidir. Qida burada 4-8 saat qalır, fiziki və kimyəvi çevrilmələrə məruz qalır, sonra isə nazik bağırsağa ötürülür. Nazik bağırsaq həzm kanalının ən uzun şöbəsidir. Nazik bağırsaqda qana sorulma prosesi baş verir. Nazik bağırsaqdan sonra həzm kanalının ən axırıncı şöbəsi olan yoğun bağırsaq gəlir. Yoğun bağırsaqda da həmçinin qana sorulma prosesi davam edir. Yoğun bağırsaqdan sonra həzm olunmayan qida qalıqları anusa istiqamətlendirilir və bədəndən xaric olunur.